Ermənistanda təhlükəsizlik qüvvələri həbs olunan iş adamı Samvel Karapetyanın taksi şirkətinin mərkəzi ofisində axtarış aparmağa başlayıb. Bu barədə TASS müxalif deputat Vardanyana istinadən məlumat yayıb. Qeyd edək ki, Ermənistan polisi taksi şirkətlər qrupunun rəhbəri Rusiyalı biznesmen Samvel Karapetyanın evində axtarışlara başlayıb. Hər şey iş adamı Erməni Apostol kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb. Məhkəmə Samvel Karapetyanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Azərbaycan Sputnik Azərbaycan agentliyindən narazılıq etməyib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova deyib. Bütün bu illər ərzində bu mətbuat orqanı fəaliyyət göstərib. Onun əməkdaşlarının əksəriyyəti Azərbaycan vətəndaşıdır. Orada Rusiya vətəndaşları da olub və Azərbaycan tərəfinin bu media orqanı ilə bağlı nə formada, nə də məzmunda heç bir narazılığı olmayıb, deyə o qeyd edib. Sistan və Bəlücistan əyalətinin Gürniş şəhərində Sepahın keçirdiyi əməliyyat zamanı 12 qadın güllələnib. Bu haqda Bəlüç fəallarının kampaniyası məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində Xan Bibi Bamira adlı 40 yaşlı qadın ölüb, 11 qadın isə yaralanıb. Rəsmi məlumatda hadisənin Sepah üzvlərinin bölgədə silahlı qruplaşmaya qarşı əməliyyat keçirdiyi zaman baş verdiyi qeyd olunub. İranın paytaxtı Tehranın cənub-şərqində yer-hava tipli raketdən istifadə olunmaqla hərbi obyekt hədəf alınıb. Bu barədə Azad İran Telegram kanalı məlumat yayıb. Qeyd olunub ki, hökumət hücum xəbərini gizlədir. Rus bölmələri artıq nə strateji, nə də pedaqoji, nə də texnoloji baxımdan Azərbaycanın təhsil sistemində aktuallığını saxlayır. Bugünkü dünyada gələcəyin dili nə rus dilidir, nə də keçmişin ideoloji mirasıdır. Bizə bugün texnologiyanın, süni intellektin, rəqəmsal iqtisadiyyatın hökm sürdüyü bir dövrdə Çin dili lazımdır. Bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib. Ekspert bildirib ki, Azərbaycan məktəblərində rus bölmələrinin saxlanması sadəcə keçmişə bağlılıq və inersiyadır. Rus bölmələrinin yerini Çin bölmələri tutmalıdır. Çünki biri keçmişin yadigarıdır, digəri gələcəyin açarı. Bu sadəcə dil məsələsi deyil. Bu, strateji seçimdir. Texnologiya dövründə rus dilinə deyil, Çin dilinə investisiya etməliyik. Gələcəyin bazarı şərqdədir. Qərbi imtiyaz edib şərqi unudanlar gələcəyi itirir. Ona görə də Çin dili bölmələrini açın. Rus bölmələrini tarixə yollayın. ABŞ-ın zərbələri nəticəsində İranın nüvə obyektlərinə böyük ziyan dəyib. Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Araqçı deyib. Heç kim Fordoda nə baş verdiyini dəqiq bilmir. Hazırda obyektlərə ciddi və böyük ziyan dəydiyini bilirik. İran İslam Respublikasının Atom Enerjisi Təşkilatı hazırda qiymətləndirmə və təhlillər aparır və hesabat hökumətə təqdim olunacaq. Diplomatın sözlərinə görə, zərərin miqyası haqqında hələ ki dəqiq məlumat yoxdur. Biz nüvə obyektlərini yenidən işə salmağın mümkün olub olmaması, onların yenidən işə salınıb salınmayacağı ilə bağlı qiymətləndirmələri gözləməliyik. İslam İnqilabının ali rəhbəri Ayətullah Əli Xameneyinin fətvasına əsasən nüvə silahının İran İslam Respublikasının müdafiə doktrinasında yeri yoxdur. O, dini baxımdan qadağandır. İran rəhbəri Əli Xameneyi ABŞ və İsraillə birbaşa danışıqların aparılmasına razılıq verib. Bu barədə Mossadın sosial media hesabında məlumat verilib. Əli Xameneyi təslim oldu. Bu, İslam Respublikasının sonunun başlanğıcıdır. Geri sayım başladı, paylaşımda qeyd olunub. İran rəsmiləri hələlik bu iddiaya cavab verməyib. İsrail tərəfi Vaşinqton nümayəndələri ilə görüşdə Qəzzada 2 aylıq atəşkəs üçün lazım olan şərtlərlə razılaşıb. Bunu ABŞ prezidenti Donald Trump deyib. Bugün mənim nümayəndələrim Qəzza məsələsi ilə bağlı İsraillərlə uzun və səmərəli görüş keçirdi. İsrail 60 günlük atəşkəs üçün lazımi şərtlərlə razılaşıb və bu müddət ərzində biz bütün tərəflərlə müharibəni dayandırmaq üçün çalışacağıq. Amerika liderinin sözlərinə görə sülhün bərqərar olması üçün çalışılmış Qətər və Misir nümayəndələri yekun təklifi Həmasa çatdıracaqlar. Qeyd edək ki, Trump sözgedən şərtlər barədə ətraflı məlumat verməyib.
Azərbaycanda Elm və Təhsil Nazirliyi adından saxta məlumat yayılır. Məlumat vətəndaşlara sosial şəbəkə və messengerlər vasitəsilə göndərilir. Saxta məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasında aparılan yeni təhsil islahatları və Milli Təhsil 2030 proqramı çərçivəsində 2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədris mərhələli şəkildə dayandırılacaq. Yeni qərara əsasən bütün ixtisaslar üzrə tədris yalnız Azərbaycan və ingilis dillərində aparılacaq. Bu dəyişiklik milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədi ilə həyata keçirilir. Əgər Polşa yenidən dünya xəritəsindən silinmək istəsə, bu onun öz seçimi olacaq. Bunu Belarus prezidenti Aleksandr Lukashenko deyib. O bildirib ki, Polşa və Baltikyanı ölkələr Ukraynadan sonra özlərinin növbəti hərbi sınaq poliqonuna çevrilməsinə icazə verirlər. İndi heç kim şərq istiqamətində kampaniyanın necə başa çatdığını xatırlamaq istəmir. Ona görə də Polşa və Baltikyanı ölkələr Ukraynadan sonra özlərinin daha bir hərbi sınaq poliqonuna çevrilməsinə şərait yaratmamalıdır. Bizim ən yaxın qonşularımız qərbi başqa statusa qətiyyən maraqlandırmır. Əgər onlar dünya xəritəsindən itmək istəsələr, bu onların öz seçimi olacaq. Lukashenko diqqəti Polşa hökumətinin hərbi texnika almasına yönəldib. Bütün xərclər öz vətəndaşlarının vergiləri və Amerikalıların kreditləri hesabınadır. Onlar mahiyyətcə bizə düşmən olan yeni hərbi ittifaq qurmağa tələsir. Məsələn, Fransa ilə Polşa arasında hərbi sahədə dərin əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. Varşava yaxın vaxtlarda Londonla da analoji sazişi bağlamağı planlaşdırır. Belarus prezidenti ABŞ-ın İrana hücumundan da danışıb. Lukashenko bunu tamamilə qanunsuz adlandırıb. Bir tərəfdən ABŞ prezidenti Donald Trump özünü sülhməramlı kimi göstərir və Ukraynada müharibəni dayandırmaq istədiyini deyir. Digər tərəfdən tamamilə qeyri-qanuni zərbə ilə İranı vurur. İranda sınaq borusundan bənzəyən bir şey tapıblar. Adını nüvə silahı hazırlayan baza qoyaraq zərbə indirəcəklər. Bəs ABŞ-a bunu etməyə kim icazə verib? Nüvə silahı olan ölkə özünü qorumaq üçün buna can atan bir dövləti niyə bombalamalıdır? Onun bombalamağa nə haqqı var?